Hələ gəlirəm bir dəqiqə. Alo? Alo, Bəli? Rövşən bəylə danışıram. Buyurun, buyurun. Rövşən bəy, sizi bilirsiniz yanlarına. Bəli. Bu, mən binə evinə qaldım hal-hazırda. Zamanda binə evinə qaldım. Prosto binə evi çox darız qaldı, balkonu da yoxdur. Yəni adam həqiqət qalır da evdə. Həyət evi Bəli. tikmək qərarına gəlmişəm. Təbii ki. Müəyyən qədər bir qorxularım var. Həyət evini Təbii ki. salmamışam, bilmirəm necədir, nətər olur, bağ-bağında necə baxırlar bilmirəm. Zəhmət etsin məlumat verərsiniz. Bilirsiniz, əslində narahat olmaya ehtiyac yoxdur. Bağ evi 3 əsas nüansı var. 1. Tikintisi yaxşı olsun. 2. Lokasiyası düzgün yerdə olsun, rahat yerdə olsun. 3. Havası təmiz olan yeri seçməkdir. Bu əsas 3 nüans yerində olduğundan sonra bu həyət evi şəhər evindən bir çox üstünlüklərə malik olur. Həyət evinin ən gözəl xüsusiyyətlərindən biri də başın dincdir, parking problemi yaşamırsan, havası təmizdir. Təkrar edirəm, ən əsası da təmir və tikinti keyfiyyətli olmağı vacib nüansıdır. Əziz dostlar, səhifəmizi izləyirsiniz, tez-tez postlar paylaşırıq. Artıq Fatma ilə ki, evimizin görüntülərini görmüsünüz. Evimiz satışdadır. Bizimlə əlaqə saxlayıb daha geniş məlumat ala bilərsiniz.